İlahi, əllərimizi naümid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şər'i olan hacətlərimizi rəva elə, bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə, bu xəstəliyi, bu bəlanı bizdən uzaq elə, bu xəstəliyə yoluxanlara şifa mərhəmət elə, dünyadan köçənlərimizin hamısını qəriq rəhmət elə, qalanlarımızı ağla gələn, gəlməyən bəlalardan hifz elə, İzzətin xatirinə izzətimizi əlimizdən alma, dünyada İmam Hüseyin əleyhissalamın ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləmə. İlahi, şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə. Sən and verirəm Kərbəla şəhidlərinin hörmətinə, bu məclisdə iştirak edən, evlərindən bu məclisə qoşulanların ürəyində nə hacətləri var, nə dərdləri var, hamımızın hacətlərimizi rəva elə. İmam Hüseyin ağaya ağlayan gözləri, qəmlənən ürəkləri cəhənnəm odunda yandırma. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə.